Tamaşaçılar teatrında yazıcı Qanturalın Fələk Qırmancı romanının imza günü keçirilib. Oxucular müəllifin imzalı kitablarını əldə ediblər. Təqdimat mərasimində tanınmış yazarlar, jurnalistlər, oxucular iştirak edib. Fələk Qırmancı adlı roman müasir sujeti şuurlu şəkildə yazmaqdan imtina edən Mehdi haqqındadır. Daxili təlatümlərə, ağır psixoloji travmalar keçirən Mehdinin həyatda yeganə istinadgahı Zeynəbdir. Tarixi sujet isə orta əsrlərdə baş verir. Burada bir Sofinin özünü dərk axtarışları təsvir edilir. Fələk Qırmancı adı mərhum yazıcı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanın adından götürülüb. Kitab Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasında olmaqla Mütərcim nəşriyyatında çap olunub. Qeyd edək ki, yazıcı eyni zamanda Mustafa, Polis qorxusuyla öpüşmək və 9 hekayə kitablarının da müəllifidir. Romanda əsasən Azərbaycanın qədim bir tarixində olan mövzular söz açılır, amma qədim dövrün tarixi həm də paralel şəkildə müasir dövrlə də bağlanılır. İki paralel xəttli bir romandır. Mənə elə gəlir ki, indiyə qədər yazdığım arasında xüsusilə əhəmiyyətli olan bir romandır, amma əlbəttə ki, hər sözü, son sözü oxucular və zaman söyləyir.